ateşi doğmaz artık. Bitmez bu sevgimiz gitgide çoğalır. Futbol ateşi doğmaz artık. En büyük doğmaz Premier Ligası. Ötən mövsümün çempionu ilə turun mərkəzi qarşılaşmasına çıxır meydan sahibləri. Beləliklə artıq hər iki komandanın futbolçuları meydandadır. Neftçi və Qəbələ komandasının oyuncuları. Qəbələ bugün ənənəvi qırmızı geyimdə oynayacaq. Komandaların futbolçuları bir-birlərini salamlayırlar. Biz isə heyətlərlə tanış olaq. Beləliklə Leonardo da Silva. Neftçi komandasının məşqçilər koşusuz ki, turun əsas qarşılaşmasıdır və Qəbələnin baş məşqçisi Yuri görüşüdür, mərkəzi qarşılaşmasıdır və bu oyunun nəticəsindən çox şey asılıdır. Turnir cədvəlində Qəbələ lider kimi qalır. Subotiç gözəl ötürmə, Ebesilio və gol! Gol! Ebesilio! Qəbələ erkən gol vurur, 7-ci dəqiqə. Lorenzo Ebesilio qapçı ilə təkbətək qaldı və əla bir zərbə. Mən deyərdim ki, ustalıqla topu qapıya göndərdi. Ebesilio öz ustalığını nümayiş etdirir. Qəbələnin Hollandiya çempionatından heyətinə qatdığı, vaxtilə Ajax'da oynamış bir futbolçu və fikir verin, Neftçinin müdafiəçiləri necə kobud səhvə yol verirlər. Ebesilionu sanki yaddan çıxarmışlar, ancaq Subotiçin ötürməsini mən qeyd etməliyəm. Çox gözəl ötürmə verdi Subotiç. Ümumiyyətlə, bu futbolçu Qəbələyə gələndən bəri açıq-aşkar hücum xəttində böyük bir canlanma yaranıb. Qəbələnin hücum xətti baş məşqçi ilə münasibətləri korlanmışdı və Neftçinin təhlükəli hücumu. Müdafiəçilər son anda yaxşı oynayır. Niyasse. Araz Abdullayevə qapçı Koşta. Araz Abdullayevin təhlükəli zərbəsi və Koşta yaxşı oynayır. Təhlükəli ola bilərdi. Top Flavinio'da qalır. Hamid Quluzadə. Və penalti. Penalti. Hamid Quluzadə heç gərəyi olmadan cərimə meydançasında Flavinio'ya qarşı kobud oynadı və Neftçi qarşılaşmanın 19-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsi vurmaq qazanır. Burada Ebesilio'nun da səhvi oldu. Çünki Ebesilio topa toxunmalıydı. Mahir Şükürov zərbəsi və top qapıdadır. Gol! Neftçi hesabı bərabərləşdirir. 20-ci dəqiqə hesab 1-1'dir Qəbələ Neftçi görüşündə. Tərlan Əhmədov bir qədər sakitləşdi artıq. Komandası oyuna bir qədər həyəcanlı başladı və qapısında gol gördü. Ancaq hesab bərabərləşdi Mahir Şükurovun qolu ilə. Penaltidən və yenə top meydandan çıxıb dərhal Qəbələ oyuna başlayır. Bu qarşına ötürmə. Subotiçdən öncə Stamenkoviç. Hesab 1-1'dir. Mendy və Stamenkoviç. Viktor Mendy oyundan kənar vəziyyət yox idi və topu düz. Verdiyev top yenidən Qəbələnin oyuncularındadır. Bəli, Mendy burada topu qapçının başı üzrə. Bir qədər əvvəl də gördünüz ki, Flavinio'nun adi bir hərəkəti az qala, daha doğrusu penalti ilə nəticələndi və Neftçi həmin penalti ilə hesabı bərabərləşdirdi. İndi isə qapıya doğru vurulan zərbə dəqiq olmadı. İzləyirik təkrarı. Bir sol cinahla, çox sürətli oyuncudur Da Silva. Cərimə meydançasına daxil olmağa çalışır. Da Silva'nın ötürməsi Subotiç. Qapıya doğru zərbə Stamenkoviç. Flavinio. Qapıya doğru zərbə və alınmadı. Enfor. Çox əlverişli bir vəziyyət idi. Enfor topu qapıya göndərə bilərdi, ancaq istədiyi kimi zərbə vura bilmədi. Ardıcıl 2 gol vəziyyəti hər iki komandada. Birinci hissənin sonlarında Ebesilio. Da Silva. Bir-birlərini çox yaxşı anlayırlar. Topu vurmaq üçün çox uzaq bir məsafədir. Da Silva'nın ötürməsi. Qapıya doğru zərbə Stamenkoviç. Topu tutdu. Soyuqqanlı oynadı Stamenkoviç. Və səhvə yol vermədi. Kapitanın zərbəsindən sonra Vladimir Levin. Silva oradadır. Araz Abdullayev oradadır. Denis Silva hazırda zərbə vurdu qapıya doğru, ancaq top qapının üstündən keçdi. Sadiqovdan Flavinio'ya ötürmə. Flavinio hücumu davam etdirir. Flavinio. Sadiqov və gol! Neftçi ikinci qolu vurur.
Rəşad Sadiqov. Qarşılaşmada 56-cı dəqiqə. Çox gözəl qurulmuş bir hücum, taktiki cəhətdən əla qurulmuş bir hücum reallaşdırdı Neftçi və nəticədə Rəşad Sadiqov ağıllı bir zərbə ilə topu qapıya göndərir. Qarşılaşmanın 56-cı dəqiqəsində. Bəli, Qəbələ öz meydanında artıq məğlub durumdadır. İkinci hissəyə onsuz da artıq yəqin ki, hörmətli tamaşaçılar, siz də görürdünüz ki, Neftçi fəal başlamışdı, üstünlük Neftçinin tərəfində idi. Topa daha çox nəzarət edən Neftçinin futbolçuları idi və indi Flavinio'nun əla ötürməsindən sonra Sadiqov da çox bir penaltiyə səbəb olan hərəkət və bir məhsuldar ötürmə. Araz Abdullayev. Araz Abdullayevin zərbəsi Koşta. Neysə, gün zərbəsini yerinə yetirməyə hazırlaşır. Ancaq hələ ki, hakim buna icazə verməyib. Çünki Enfor ayağa qalxmayıb. Ola bilsin ki, ona meydandan kənarda artıq tibbi yardım göstərilsin. Yerlər Neftçi hücumdadır. Qapıya doğru zərbə və top qapının yanından keçir. Cavid İmanverdiyev təhlükəli zərbə ilə yadda qaldı. İzləyirik epizodun təkrarını. Doğrudan da tutmadı. Bir qədər geriyə oynuyor. Araz Abdullayev sakitdir Neftçi. Araz Abdullayevin zərbəsi Koşta. Təkrar zərbə olacaqmı? Qapıya doğru zərbə, yenə Koşta yaxşı oynayır. Neftçi indi 3-cü qolu vura bilərdi. Cavid İmanverdiyev yenə qol vurmaq imkanını itirdi. İlk zərbə isə Araz Abdullayevdən gəlmişdi. Təhlükəli zərbə. Bəli, çox sakit idi bu epizodda Neftçinin futbolçuları. Qəbələnin də müdafiəçiləri cərimə meydançasında az idilər. Cavid İmanverdiyev Neftçinin qol vurmasına əngəl oldu. 3-cü qolu vurmasına əngəl oldu. Bəlkə də bu qol olsaydı artıq demək olar ki, oyunun talihli olunacaqdı. Daha bir təhlükəli zərbə. Bu dəfə Bertucci'dən top qapının yanından keçdi. Bəli, bu dəqiqələrdə Neftçi rəqibinə nisbətən daha ağıllı, daha sərbəst oynayır. Hansınınsa öz vəzifəsinin ötəsindən gələ bilmədiyini düşünür. Ebesilionun zərbəsi Stamenkovic yerindədir. Hər şeyə nəzarət edirdi Neftçinin Serbiyalı qalkiperi və bu vəziyyətdə də çətinlik çəkmədən topu tutdu. Neftçi də dəyişikliyə hazırlaşır. Sıf nominal hücumçu Neftçidə yox idi. Subotic, Silva. Silva'nın zərbəsi Stamenkovic. Afolabi topa çata bilmir çünki Stamenkovic ikinci cəhddən artıq tam topa yiyələndi. Bitirmək üçün son top irəliyə doğru göndərilir. Afolabi başla oynuyor. Top az qala qapıdan keçəcəkdi. Hücum davam edir. Və Neftçinin futbolçuları topu meydandan çıxarırlar. Açlar boş qapıdan çıxartdılar. Biz bir qədər əmin epizodun sonunu izlədik və Neftçi qələbəni qazanır. 90 dəqiqə yekunlaşdı. 90 dəqiqə başa çatdı. Bu gərgin oyunda qalib gələn tərəf Neftçi olur. Qəbələ öz meydanında Neftçiyə məğlub oldu. Bitmez bu sevgimiz, gitgide çoğalır. Futbol ateşi